sevinməyək, neyniyək? Belə gözəl yaradanımız var və hər gücə qadir olan, var olmuş bizim atamızdır. Ona İsa Məsihin, məhz İsa Məsihin vasitəsilə ata demək ixtiyarını aldıq. Ruhani aləmdə olan haqqımızı, hüququmuzu hər dəfə tələb etmək varisliyimiz var. Bunu da deyim, biz varislərik. Hər İsa'nın adını iqrar edən, onu özünün Rəbbi kimi seçən, öz qurbanı kimi günahları üçün qurban gedən, yəni Rəbbimizi belə bir, yəni də ki, mənim günahlarıma görə qurban getdi, çarmıxa çəkildi. Hər kəs bunu iqrar edərsə, dili ilə və ürəyi ilə də inanarsa, o insan Rəbbin bütün xeyir-duasının, bərəkətinin varisidir. Bunu kəlam deyir bizə. Və Tanrının kəlamı da heç vaxt qüvvədən düşməyib, həmişə qüvvədədir, keçmişdə də, indi də, gələcəkdə də. Və kəlam deyir ki, mənim sözüm həmişə yerinə yetirilib və mənə qayıdıb. Çünki kəlam bədən aldı, yer üzünə gəldi. Bütün Rəbbin planlarını yerinə yetirdi və geriyə Rəbb Tanrımıza qayıtdı. Onun üçün də, əziz dostlar, bunları, Tanrının dedikləri hər bir şeyi hadisələrlə də, yəni Tanrı sübut etmiş. Onun üçün də, əziz dostlar, sevinək də, 7-ci ildir. Biz hər gün sevinirik. Hər gün yerimizdən duranda deyirik ki, şükür Rəbbim, yeni günü lütfüne görə oyandıq, gördük, işığı gördük, nuru gördük, nəfəsimizi alıb veririk. Və kəlamlar bircə-bircə gözümüzün qarşısına gəlir. Ay Tanrım, nə gözəl, məndə olan dünyadakindən böyükdür deyirsən. Və yaxşı olar ki, mən gedim, sizə müqəddəs ruhu göndərim, o sizə daha yaxın olacaq, o artıq bizim ürəyimizdədir. Tanrı nə etdi? Bizim xeyrimizə etdi, bizim qalibiyyətimizə etdi və hər xoşa gəlməyən hadisəni bizim qalibiyyətimizə çevirməyə qadir olan Tanrımız var, şükürlər olsun. Alqış olsun Tanrıya. Mən bugün də yenə də Məzmur 103-dən biraz oxumaq istəyirəm. Ne üçün? Çünki Tanrının bizim üçün etdiklərini bir də təkrar ruhani aləmə iqrar edirik İsa Məsihin adıyla. Rəbbə alqış et ey könlüm, ey bütün varlığım, onun müqəddəs adını alqış et. Rəbbə alqış et ey könlüm, unutma etdiyi yaxşılıqları. Odur bütün təqsirlərini əfv edən, bütün xəstəliklərinə şəfa verən. Odur həyatını məzara düşməkdən qoruyan, qurtaran, mərhəmətin tacını başına qoyan. Odur ömür boyu səni bərəkəti ilə doyduran, səni təzələyib gənc, gümrah, qarqala oxşadan. Rəbb bütün miskinlər üçün haqq və ədalət edir. Yollarını, Musaya əməllərini İsrail övladlarına göstərir. Rəbb rəhimli və lütfkardır, hədsiz səbirli və bol məhəbbətlidir. Həmişə töhmətləndirməz, qəzəbi sonsuza qədər sürməz. Bizimlə günahlarımıza görə davranmaz, təqsirlərimizin əvəzini çıxmaz. Çünki göylər yerdən nə qədər ucadırsa, ondan qorxanlara olan məhəbbəti o qədər böyükdür. Nə qədər şərq qərbdən uzaqdırsa, qanunsuzluqlarımızı bizdən o qədər uzaqlaşdırıb. Ata övladlarına rəhm etdiyi kimi, Rəbb də ondan qorxanlara elə rəhm edir. Çünki necə yaratdığımızı bilir torpaqdan, düzəlməyimizi unutmur. Əziz dostlar, məncə hələlik bu qədər artıq bəsdir. Bizim nə qədər onun üçün sevimli olduğumuzu görürük və ona görə də Tanrı bağışlayandır, Tanrı sevəndir, Tanrının adı sevgidir deyirik və o diri yaşayan Tanrıdır. Bir başqa insanlar kimi, yəni biz bir şeydə xoşbəxtliyimiz var ki, bizim diri Tanrımız var, yaşayan Tanrımız var və o gələcək, o bizi götürəcək
Onun üçün də imanda möhkəm duraq, ruhda möhkəm duraq, Rəbdən bərk-bərk yapışaq. Bu dünyada çox yaşasaq 100 il yaşaya bilərik. Ondan artıq sürünməkdir.